Salam değerli kanal izləyicilərimiz. Sizə Masazırda Yeni Bakı yaşayış kompleksində 7 mərtəbəli binanın 6-cı mərtəbəsində sahəsi 40 kvadrat metr olan 2 otaq düzəldilmiş mənzili təqdim edirəm. Mənzilin qonaq otağından başlamışıq çəkilişə. Kupça, qaz, işıq, su, lift, bütün kommunikasiya, bütün sənədlər qaydasındadır. Yeni Bakı yaşayış kompleksi Masazırda ən inkişaf eləmiş komplekslərdən birincisidir. Deməli, bölgüsü də mükəmməl olunub. Qonaq otağının baş hissəsində bu eyvan hissəsidir. Eyvan hissəsi bir balaca zala çəkilərək genişləndirilib. Bura mətbəx. Yəni bölgünün izahını deyirəm. Bu gördüyünüz riger hissədən hardasa bir 70 santı zala giriblər, balkonla bu hissəni qatıb eləyiblər eyvan. Mənzilin çıxarışı var, ipoteka yararlıdır. Mənzil əşyalı və əşyasız satılır. Əşyasız qiyməti 75 min manatdır, əşyasız qiyməti 78 min manatdır. Əşyasız qiyməti 75, əşyalı 78. Keçid alırıq, o bir otaqları təqdim edəcəm sizə. Bu mənzilimizin dəhliz hissəsidir. Dəhlizlə girən kimi sanitar qurşağı. Burada mənzilimizin radnoyu mətbəxdir. Qanuni mətbəx otağıdır bura. Sadəcə buranı yataq otağı kimi dəyişiblər, yataq otağıdır. Otaq böyükdür, sadəcə mebellər və uşaq yatağı burada olduğuna görə biraz sıxlıq yaranıb. Ətraflı məlumatı telefon vasitəsilə əldə edə bilərsiniz. Kanalımıza abunə olmağı unutmayın.